Yəni, bəla və rahatlıq onların halını dəyişmir. Onlar bəla vaxtı da, rahatlıq vaxtı necə sevinclidirlər, şaddılar, qəlbləri şaddır, o sevinci bəla onların əlindən ala bilmir. Bəlalar da onlarda o sevinç hissini onların əlindən almır, eyni haldadılar. Yəni, istər qəmli günlərində, istər şad günlərində həmişə şaddılar, həmişə qəlbləri şaddır və dünyanın heç bir sıxıntısı, bəlası bu sevinci onların əlindən ala bilmir. Bu, onların başlıca xüsusiyyətidir, əsas xüsusiyyətlərindən biridir. Dünyanın güzaranı, gedişatı, acı və şirin hadisələri onların halında təsir göstərmir. Onlar dünyadan böyüdülər və dünya hadisələrindən təsirlənmirlər mənfi mənada. Onların qəlbi həmişə şaddır, sevinclidir. Hansı hadisə baş verməsindən asılı olmayaraq, onlar həmişə sevinclidirlər. Heç bir hal onların ruhiyyəsinə zərbə vura bilmir. Başqalarına biz baxırıq, görürük ki, bəla təbii olaraq onların əhvalını korlayır. Biz bunu təbii hesab edirik. Deyir, indi bu yəqin sıxıntıdadır ki, halı, əhvalı xarab olub, korlanıb, sıxıntı içindədir, əziyyət çəkir. Bunu biz təbii hesab edirik. Yəni, biz deyirik ki, bir adamın başına bəla gələndə onun istirab çəkməsi, onun sıxıntıya düşməsi təbiidir. Amma təqvalılar belə deyil. Təqvalılar həmişə sabit, sevinc və şadlıq halındadırlar. Keçən dəfə dedik, insan şadlıq və sevinc halında elə rəftar etməlidir ki, qəmli günündə də çox narahat olmasın. Yəni, biz həmişə adətən bəla haqda düşünürük, amma biz çox vaxt sevincli günlərimizdə də adekvat davranmırıq. Biz hərdən lazım olmayan şeylərə ifrat dərəcədə sevinirik deyə, o ifrat sevinç yersiz qəmlə nəticələnir. Yəni, rahat gündən sıxıntılı gündə davranışımız arasında bir əlaqə var. Bəla vaxtı dözümsüzlük edən insanlar o insanlardır ki, xoş gündə cızığından çıxırlar. Xoş gündə ifrat sevinən insanlar bəla vaxtı da ifrat qəmlənirlər. Sevinci gərək tənzimləyəsən ki, qəmi də tənzimləyə biləsən. İfrat şadlıq, ifrat dözümsüzlüyə gətirib çıxardır. Bəzi insanlar var, nə şadlıqları düzdür, nə qəmləri. O kəs ki, şadlıq zamanı özünü tənzimləyir, cızığından çıxmır, bəla vaxtı da özünü itirməyəcək. Bəla vaxtı da öz halına nəzarət eləyəcək. Din deyir bizə ki, bəzən ifrat şadlıq eləməyin. Səthi baxanda biz elə başa düşürük ki, din bizim sevincimizə müxalifdir. Deyir, məsələn, qəhqəhəli gülüş, keçən dəfə dedim bunu, məkruhdur. Səthi baxan adamlar deyir, hə, bir dənə gülmək qalmışdı, onu da qoymayın gülək, məsələn. Amma dərini təhlil edəndə görürsən ki, deyir ki, istəyirsən sevincin daha dərin olsun, daha köklü şadlıq olsun, daha böyük sevinc olsun. Hər bir səthi şeyə görə əl-ayağı itirib sevinmə. Çünki bu yersiz sevinç mütləq qəlbdən gedir, dalıca qəm gətirir. Belə bir qayda var həyatda. Həyatda təcrübə eləyə bilərsiniz. Bir yersiz kiçik bir şeyə çox şad yanalıq elədin, sevindinsə, sonra onun sevinci yatandan sonra bir qəlbə ağırlıq çökür ürəyə. Din bu ağırlığın çökməsinin qabağını almaq üçün deyir ki, buna ifrat sevinmə. Həddən artıq sevinmə, nə olub sənə məsələn, indi bugün məsələn, biraz çox qazanmısan, toy bayramdır, ya heç bir şey layiq deyil bu dünyanın hadisələri ki, səndə həddən artıq o boyda bir sevinc oyatsın. Sən sevinc mənbəvi başqa yerdə axtar. Daha dərin bir yerə bağlan ki, sevincin daimi və artan xətlə inkişaf eləsin. Köklü bir sevinci olsun. Bəla ilə düz davranmağın yolu sevinclə düz davranmaqdır. Sıxıntı vaxtı düz olmaq üçün gərək asayiş vaxtı düz olasan. Sənə bir xoş hadisə üz verəndə ifrat sevinməsən, bəd hadisə üz verəndə də qəmlənməyəcəksən. Bu bir qaydadır. İndi keçək başqa amillərə. Bəla ilə düz davranmağın,
bəla ilə düz rəftar etməyin bir neçə amili var. Ən başlıcası eşq və məhəbbətdir. Eşq və məhəbbət bəla ilə doğru, düzgün rəftar etməkdə insana kömək eləyir. Eşqin xüsusiyyəti budur ki, insan məşuqunun yolunda əziyyətdən zövq alır. Məşuqun yolunda əziyyətdən zövq alan insana səbr haqqında nəsə danışmağa ehtiyac olmur. Çünki o əziyyət çəkmir ki, o əziyyət çəkmir. Eşq əziyyəti ləzzətə çevirmə xüsusiyyətinə malikdir. Eşq insanın ürəyində varsa, sevgi və məhəbbət varsa, o insana bir bəla vaxtı şadyanalıq bəxş edir, zövq bəxş edir. Təbii ki, bu eşq rahat əldə olunmur. Bunu əldə eləmək çətindir. Biz deyək ki, aşıq ol ki, bəlalar sənə zövq versin. Aşıqı kimsə moizə eləsə ki, narahat olma, keçər gedər, onu gülmək tutar. Deyər, mən nəinki narahat deyiləm, mən bundan ləzzət alıram. Ki, bir insan məşuqu sevdiyi yolunda hansısa bir əziyyətlərə qatlaşsın. Biz buna çata bilməmişik. Birinci özümü deyirəm, bu rahat əldə olunan bir şey deyil. Əlac nədir? Əlac budur ki, bu insanlarla təmasda ola bilək. Özləri qabağımıza çıxmırsa, bu insanların həyatı ilə təmasda olaq. Aşiqlərin həyatı ilə insan təmasda olanda kömək eləyir insanın halına. Böyük insanların həyatını mən mütaliə edirəm hərdən, aylarla görsən halında təsir göstərir. Onların bəla ilə rəftarı, bəlalar zamanı hansı hallar keçirməkləri, bəladan ləzzət almaqları xoş təəssürat yaradır. Eşq əhli ilə təmasda olmaq, onların həyatı ilə təmasda olmaq. Hətta uca eşq olmasa belə, məhəbbətdə bu xüsusiyyət var. Məhəbbətdə bu xüsusiyyət var. İnsana bəlaları ləzzətə çevirir insan üçün. Həqiqi eşq isə, bilirsiniz, deyir, İbrahim oda daxil oldu. Quran-ı Kərim deyir. Odun içine atırdılar, bəlaya baxında diri-diri oda atırlar. Quran deyir ki, dedi, kuni yanar, kuni bərdən və səlamən ala İbrahim. İbrahim üçün sərin və salamat ol. Yəni, odun yandırıcı xüsusiyyəti dəf olunur. Od gülüstana çevrilir. Bunun bir zahiri anlamı var. Bir də ki, aşiqlər üçün bütün bəlalar belədir ki, ağrı hiss etmirlər. Ağrı hiss eləmirlər. Bəla zamanı zövq alırlar. Keyf edirlər. Necə ki, hədislərdə var, deyir, Kərbəlada heç bir kəs ağrı hiss eləmirdi. Bunun ən sadə misalını deyim, uşaqlarda idmana görsən eşq olur, futbola. Gözləyir ki, filan gün futbolumuz var. Gedib oynayacaq. Bu, bəzi adamlarda belə bir eşq var. Bu eşq səbəb olur ki, insan mesela oynayır, görsən, oyun zamanı əzilir, hiss eləmir. Başqa vaxt əzilsə ağrıyar. Hiss eləmir. Oyunun eşqi ağrıya qələbə çalır. Oyun qutarından sonra görürsən ki, başlayır o yer hiss elətdirmək. Eşqin nəticəsidir. Çox uca eşq deyil ki, futbol eşqi uca eşqdir, irfani eşq deyil ki, məsələn. Futbol eşqi, idmana olan eşq səthidir. Amma səthi olması ilə yanaşı, o da bu təsiri qoya bilir. Ümumiyyətlə, eşqin xüsusiyyəti budur. Məhəbbətin xüsusiyyəti budur. Eşq nə qədər uca olursa, bir o qədər bəlalar nəinki dözülməz olur, əksinə zövq verməyə başlayır. Bu bizim məqamımız deyil. Bizim sizə hörmətsizlik olmasın. Bəlkə də burada Allahı sevən, aşiq olan bəndələr var. Mən bilmirəm, hər şeyi özümdən çıxış eləyir, danışıram. Deyim, müşrik hamını özü kimi görər. Mən də elə fikirləşirəm ki, indi özümə baxıram, cəmaata da belə bədbin yanaşıram. Bu, bir qədər uca insanların məqamıdır. Bəla ilə rəftar eləməkdə eşq amilinin rolu. Mən ucadan başlayıram. Elə deyil isə elə insanlardan ibrət alaq, öyrənək, onların həyatından
qissələri oxuyaq, təmasda olaq. İkinci amil ümumi imandır. Bu hamıya aid ola bilər. Burada artıq eşq əhli yox, bizim kimilərdir ki, deyirik bizdə qəlbimizdə iman var. İman bəla ilə düz rəftar eləməyə kömək eləyir. Allaha, məada inanmaq, bəlanın səbəbinə, nəticəsinə inanmaq. Təqvalı insan, əhl-i-beyt aşiqi başına gələn bəlalarla, imanla davranır. Bəlanı fərqli bucaqdan görür, başqa bucaqdan görür. Başına gələn bəlaları başqalarından görmür, Allahdan görür. Allah deyir, məni gör bəlanın arxasında. Hətta biri sənə haqsızlıq edib, vay o gündən biri haqsızlıq edər. Biz o haqsızlıq eləyəni o qədər qabardırıq ki, onun arxasında olan Allahı unuduruq. Biz həmişə problem çıxanda yönəlirik ki, bu mənə qarşı belə elədi. Bunu elədi. Bununla hesab kitab Allahla öz arasında. Sən Allahı da həmin o imtihanın arxasında gör. Bunun böyük faydaları var. Allah deyir, birinin səhv hərəkəti ilə də mən səni imtihan edirəm. Onun səhvi ondan mənim aramda. Onun cəzası mənli idi. Amma sən məni niyə səhnədən çıxartdın? Arxada dayanan, imtihan eləyən, pərdə arxasında olan mənəm. Çox faydaları var sıxıntıların insana. İmanlı insan görür ki, bu sıxıntılar insana çox fayda verir. Bir dənə hədis sizə oxuyum. Buyurur ki, İnnər-rəcul ləyəkunu ləhud-dərəcətu indəllah lə yəbluğuha bi'aməli. Buyurur ki, kişilər üçün, insanlar üçün Allah yanında dərəcələr var. O dərəcələrə əməllə çata bilmirlər. Mömin üçün cənnətdə dərəcələr var, dünyada dərəcələr var ki, heç bir əməlin gücü yoxdur adam ora çatdırsın. Namazın gücü yoxdur, orucun gücü yoxdur, sədəqənin gücü yoxdur, xumsun gücü yoxdur, həccin gücü yoxdur. Bəzi dərəcələr var ki, əməl nə qədər yüksək əməl olsa, əməl səni ora çatdıra bilmir, o gücdə deyil. Nə yaxşı iş görürsə görsün, hansı yaxşı işi görürsə görsün, o məqamı əldə eləyə bilmir. Yəni yolu o deyil də, yolu ilə gərək gedəsən. Bəzi məqamlar var ki, onun yolu əməl deyil. Yolu əməl deyil. Əməl deyil, mənli deyil. Bu məqama çatdırmaq mənim işim deyil. Ən yaxşı əməl, ən salih əməl o dərəcəyə çatdıra bilmir. Buyurur, hətta yubtəla bi bəlain fi cismi. Deyir, o məqama çatmaq üçün cisminə bir bəla gəlməlidir. Bəla deyəndə o demək şikəst olmalıdır. Yəni, məsələn, bir dəfə başı ağrımalıdır, bir dəfə dişi ağrımalıdır, bir cisminə və ümumiyyətlə. Bəzi məqamlar var ki, o məqama ibadətlə, əməllə çatmaq olmur. Mütləq sıxıntılar olmalıdır ki, o dərəcələrə çatdırsın. Başa düşürsünüz nə deyirəm? Necə İmam Hüseynə dedi, Peyğəmbər sallallahu yuxuda dedi. Dedi, sənin üçün elə bir məqam var ki, bu yoldan başqa heç nəylə ona çata bilməzsən. İmam Hüseynin namazı meyrac idi, ibadəti. Peyğəmbərin namazı nə namazdır? Nə qədər uca məqam, namazı var Peyğəmbərin. Ən ali dərəcəli bəndədir, ibadətinin keyfiyyətində də söz yoxdur. Amma Peyğəmbərin də döyüşdə dişi yaralanır, başı yaralanır. Çünki Peyğəmbər də olsun sənin üçün bir məqam var ki, əməlin nə qədər keyfiyyətli olsa, əməl özü gücsüzdür, o məqama çatdırsın. Əməldə bu güc yoxdur, nöqsan Peyğəmbərdən deyil. Əməlin özündə tab yoxdur, taqət yoxdur, güc yoxdur insan onu o yerə çatdırsın. Ona görə də Peyğəmbərə də bəla verir. Bəla pisliyə görə deyil, günaha görə deyil təkcə, məqama görədir. İnsan bunları imanı ilə başa düşəndə ki, bu məni bir nəqliyyat vasitəsidir bəla. Ki, məsələn, filan məqamı çatdırır məni. Bir yerə namaz çatdırır, digər yerə oruç çatdırır. Hərəsinin gücü bir qədərdir. Bəzi yer var ki, əməl gücsüzdür, sıxıntılar əlindən tutur, aparır. Sıxıntıya bir köməkçi kimi baxasan ki, mənə yardım edir, məni aparır məqsədə tərəf. Mömin bilir kimi ilə müamilə eləyir. Alış-veriş tərəfi kimdir? İctimai münasibətlərdə nə qədər çətinliklərlə qarşılaşırıq?
İnsanların bir-birinə dözməsi, bir-birinin davranışını həzm etməsi, bilirsiniz, nə qədər ayrıca bir dünyadır. Bəla deyəndə təkcə xəstəlik, kasıblıq nəzərdə tutulmur. Yəni, xoşa gəlməyən hadisələr, bəla budur, xoşuna gəlməyən hadisələr. Bəla ilə mən baxıram, həyat təcrübəmdən deyirəm ki, çox az adam düz davrana bilir. Çoxu zəif davranır, zəifliyi göstərir. Cəmiyyətdə bu qədər boşanma var, çox faciəli rəqəmdir. Təəssüf ki, dünyada bu tendensiya var, bizdən də yan ötmür. Çox faciəli. Bu qədər streslər, xəstəliklər, bu qədər bu nevroloji problemlər, hamısı zəiflik əlamətidir. Çətinliklə düz davranmamaq, zəiflik. Bilirsiniz, 1 ay, 2 ay, 3 ay dözmürlər bir-birinə yaşamağa gənclər bəzən. Nəyədəndir bu zəiflikdir? Ancaq zəiflikdir. Gəlir də yanıma deyir, bilirsən mənə neynədir filan. Deyirəm ki, bunu eləməli idi sənə. Dözmək bundadır ki, onun o hərəkətini dözsün. Ailə bu deyil ki, o sənin xoşuna gələn hərəkətlər eləsin, sən onun xoşuna gələn. Bu ailə olmadı bu. Cənnətdə yaşamırsan sən. Bir qədər səbrin, dözümün olsun, bir qədər, necə deyim sizə, adam qorxur bəzi sözləri işlətməyə. Mən demirəm, bütün boşanmalar zəiflikdəndir, xeyr, bəzi səbəblər ola bilər. Amma əksər hallarda belədir. Çətinliklə düzgün davranmamaq, valideynlə övladların konflikti, dindar deyir, atam belə deyir, falan. Deyirəm, axı, ata belə deyir, bu təbiidir də, həyatda ata-ananı insan özü seçmir. Sən bunun arxasında Allahı gör, Allah sənə nə demək istəyir. Ata səhv edir, düz edir, niyə onun üzərində təmərküzləşirsən? Sən gör ki, Allah mənə nə eləmək istəyir atanın bu davranışı ilə, ananın bu davranışı ilə. Arxasında Allahı gör, Allah da özünə diqqət çəkir. Xüsusilə o bəlalar, o çətinliklər ki, günahkar tapmaq olur, təqsirkar. Orada biz özümüzü itiririk. Diqqətimiz Allahdan yayınır, o təqsirkarın üzərində dayanır. Fikir verin. Biz görmürsən, belə elədi mənə. Görmürsən, gör neynədir. Görmürsən, bunu görürlər. Əsas budur ki, sən haradasa bir təqsirkar olanda, bir var bəla, birbaşa məsələn, xəstəlikdir, Allahdan gəlir də, onun da səbəbləri var. Amma insan deyil də səbəbi. Orada biraz Allaha diqqət yönəltmək asan olur. Amma ortada bir vasitə olanda, biri sənə haqsızlıq edibsə, onda sən tez özlü itirsən, Allahı görmürsən. Başlayırsan o insanı hədəf almağa, o insanın üzərində təmərküzləşməyə. Bəlanın qaynağı Allah deyim, mənəm. Birinin haqsızlığı ilə da səni imtihan edirəm və məqsədim də sənsən, sevgidir, səni sevməyimdir. Oxu atan hərmələdir İmam Hüseynin balasına. Oxu atan hərmələdir. İmam Hüseyin demir ki, ay hərmələ, sən niyə belə elədin, Allah sən. İmam Hüseyin Allaha deyir ki, sən görürsən, mənim üçün asandır. Tərəf Allahdır. Bu haqsızlıq eləyən öz yerində, öz cəzası öz yerində, sənə aid olan hissəsi Allahdan bunun gəlməsidir. Allah tərəfdən gəlməsidir. İnsan tənha deyil. Möhkəm, qüdrətli, güclü və onu sevən Allahla üzbəüzdür, onun arxasında da onu əhatə eləyib. İnsan bu yanaşma ilə dünyasını cənnətə çevirir. Bu yanaşma insanı cənnətə çatdırır. Bəlaya dözməyin keçən dəfə dediyi bir də işarə eləmək istəyirəm. İnsanın şəxsiyyəti ilə əlaqəli hissəsi də var. Bəzən iman yoxdursa da, bəzi adamlar var, o qədər şəxsiyyətlidir, deyir, ayıbdır ki, bir dənə indi sıxıntı gələn kimi özümü itirim. Özünə, şəxsiyyətinə sığışdırmır. İman olmasa da bəziləri şəxsiyyət səbəbindən, imanı zəif olsa da özünə günah vaxtı, bəla vaxtı günah etməyi, bəla vaxtı özünü itirməyi rəva bilmir. Güclü adamlar bəla ilə düz davranır. Bəla ilə doğru davranmağın amillərindən biri də əqli cəhətdən bəlaya yanaşmaqdır. Ağla söykənməkdir. Rasional yanaşmaqdır. Bəzi adamlar var ki, mən görmüşəm, belə adamlar kitablarında da görsən, dinlə, İslamla da o qədər əlaqəsi yoxdur, rasional yanaşır həyata, emosional yox.
rasional yanaşır. Əlbəttə, mən həmişə bunu deyirəm, rasionallıq, emosionallıqla bir-birini tamamlamalıdır. Nə quru rasionallıq düzdür, nə emosionallıq. İkisi də bir-birindən ayrı olsa düz deyil. Rasional təməl üzərində qurulan emosionallıq, dinin yaratmaq istədiyi insan nümunəsi budur. Əqli təməllər üzərində yaşayır, amma görürsünüz, Quranda deyir, gözlərindən yaş axar. Quran onlara oxunduğu zaman filan olar, səcdəyə gedərlər. Bu emosiyanın Qurandan, ağıldan qaynaqlandığını vurğulayır. Nəsə sözüm o deyil, insan həyata rasional yanaşsa, anlayır ki, bəlasız, sıxıntısız dünya yaranmayıb. İstəyir onu Allah yaradıb, istəyir yaratmayıb. Hələ Allah məsələsinə də ikinci planda yanaşsaq. Dünyanın xəmiri sıxıntı ilə yoğrulub. Dünyanın xəmiri bununla yoğrulub. Müvəqqəti bir aləmdir dindarın nəzərində, rasional yanaşsaq. İnkişafdadır insan. İnkişaf yolunu gedən insan mütləq maniyələrlə rastlaşmalıdır. O hansı oyundur ki, maniyəsiz cazibəli olsun? Görmürsünüz belə oyun? Oyun onda cazibəlidir ki, maniyələr var, onları aşasan. Həyat da bir cazibəli oyundur və o maniyələrin özü zərurətdir ki, sən məqsədə gedib çatasan. Həyatı bir cazibəli oyun kimi görmək üçün ona əqli yanaşma lazımdır. Rasional yanaşma lazımdır. Dindar ola, qeyri-dindar ola, görün şəxsiyyətlər var həyatda. Hər sahədə nəsə əldə ediblər, var da şəxsiyyətlər. Onları istəyir dindarı, istəyir dinsizin həyatına baxın, görün nə maniyələri aşıb gediblər. O maniyələrə minnətdar olmalıdırlar. Bəlalara minnətdar olmalıdırlar. İnsan bəlanı minnətdarlıq hissi ilə qəbul elə ki, sən olmasaydın, mən inkişaf eləməzdim. Sən olmasaydın, mən inkişaf eləməzdim. Bu rasional yanaşmadır. Bu əqli yanaşmadır, düzgün yanaşmadır. İnsan bir yerə gedib çatmaq istəyirsə, maniyəni ağuşuna almağı bacarmalıdır. Maniyə insan üzərində iş görür, sıxıntı insan üzərində iş görür. Axırda insan hesablayanda mən olub həyatımda baxmışam, demişəm, o nə yaxşı o hadisə oldu ki, məndə bu xüsusiyyət yarandı, bu istedad üzə çıxdı, özümü kəşf elədim, inkişaf elədim. Bəlaların qarşısında dayanıb təzim edib təşəkkür etmək lazımdır ki, yaxşı gəldin əlimdən tutdun, mənə apardın. Sən mani olmasaydı, mən səni aşmadan bu qabiliyyəti özümdə yarada bilməzdim. Bu qabiliyyət yatmışdı içimdə, səni aşmaqla, səni qabağıma atdılar ki, bu qabiliyyət içimdə oyansın, mən inkişaf eləyim. Bunun üçün din də lazım deyil o qədər. Bunun üçün düşünmək lazımdır, anlamaq lazımdır. Hədisdə var, Cəbrail əleyhissalam Həzrət Peyğəmbər sallavatullaha nazil oldu və buyurdu, fəqal, ya Muhammed. Dedi, ey Peyğəmbər, Əl-haqqu yuqri'ukəs-salam. Deyir, sevincək gəldi Peyğəmbərə, Cəbrail əleyhissalam, sevincək. Dedi, Allah sənə salam göndərir və yəqulu ləkə, inni əvhaytu iləd-dünya. Deyir, Allah sənə salam göndərir və sənə deyir ki, mən dünyaya vəhy elədim, Allah deyir. Mən dünyaya vəhy elədim. Qoyun ərəbcə oxumayın, vaxt aparmayın, elə tərcümə eləyim. Dünyaya vəhy elədim ki, övliyalarıma qarşı sərt ol, onlara əziyyət ver ki, mənim görüşümü sevsinlər. Mənimlə görüşməyi, mənə qovuşmağı sevsinlər. Dünyaya deyir, vəhy elədim, mən vəhy elədim. Onlarla sərt davran. Müsibət mənasında yox, kimsə mömin oldun, əzizlərin öləcək, özün xəstələnəcək. Bu mənada yox. Dünyanı elə tənzimlədim ki, vəfasızlıq gördülər, insafsızlıq gördülər. Dünya onların əleyhinə oldu. Ne üçün? Bu ilə bir şey başa düşdülər ki, bura mənim yerim deyil. Və mənim görüşümə müştaq oldular. Daha da sevdilər. İnsan ki, bu dünyanın vəfasızlığını anladı, vəfalı bir sığınacaq axtarır və deyir, ona pənah aparır və onunla görüşü sevir. Allah deyir, mən bəzilərinə çətinlik verirəm ki, mənlə görüşməyə aşıq olsunlar. Dünyanın vəfasızlığını onlara göstərirəm. Onları hər tərəfdən bəzən dünya sıxır məngənənin içində. Onlar özlərini itirmirlər. Bəzilərinə dünya görürsən üz gətirir.
Bir dənə şey deyim, bilməm bunu izah eləyəcəm, yox. Hərdən bəzi insanlar var ki, görsən nə qədər rəzil insanlardır da, məsələn, baxırsan nə cinayətlər eləyib. Hərdən deysən, adam fikirləşir ki, bu necə yaşaya bilir axı? Bu halla, bu hava ilə, bu vəziyyətlə, bunun içində nələr baş verir? Mən belə bir nəticəyə gəldim ki, Allah əldən ayaqdan gedir ki, birtəhər bunların da ki, bu vicdanlarının səsini batırıblar filan. Bu əslində istirab olmalıdır. Allah onlara o qədər dünyanı səfərbər eləyir, onlara tərəf göndərir ki, birtəhər mövcud ola bilsinlər və öz alçaqlıqlarını davam eləsinlər. Onlarla işi var Allahın. Bilmirəm, bu qəribə bir məsələdir. Qəlb sızıldayır axı. Vicdan sızıldayır, o qədər zalımlıq eləyir, alçaqlıq eləyir. Allah sanki bir təsəlli üçün onlara bunu verir ki, onlar öz mövcudluğunu davam edə bilsinlər ki, hesabları qalsın bir günə. Allah deyir, heç də hamıya rahatlıq üz verdisə onu sevdiyimdən deyil. Onun müəyyən yaxşılı əməlləri var ki, mən qarşılıq verirəm. Hesabım sıfırlansın da gərək ondan. Allah hamı ilə öz hesab kitabı var, ədaləti var. Amma deyir, mən övliyalarıma dünyaya vəhiy eləmişəm ki, onlara sağdan soldan hücum elə. Yenə də vurğulayıram, yaman gündə yaşamaq mənasında deyil, bu övliyalar yaman gündə. Yaman gündən söhbət getmir. Çətinliklər gəlir ki, həyatın fəlsəfəsini başa düşsünlər. Bir daha deyirəm, çətinliyi ötün sonra baxın, həmin anda bilmirsən. Çətinliyi düzgün qiymətləndir, dəyərləndir. Keç, arxada qalanda daha pragmatik baxırsan, istəyirsən əlindən öpəsən bəlanın. Ki, çox sağ ol, gəldin, nə böyük xidmət elədin mənə. İnsan görür onun təsirlərini. İnkişaf buna bağlıdır. Kimlər əziyyət çəkməyib? Allahın sevgililəri, sevimli bəndələri əziyyət çəkib. Hədisdə var, mömin həmişə neçə çətinliklə üzləşir. Maraqlı hədisdir bu. 1. O ilə düşmənçilik eləyən kafirlər. Həmişə müminin düşməni var. Düşməndir. Heç nə eləməsin heç kəsə. Bəzi adamlar var ki, düşməndir. Düşmənçilik eləyir. Heç sözün işin olmasın ondan, sən öz işindəsən, o səni görür, əsəbləşir. Bilmirsən, nə eləyəsən? Heç nə. Deyir ki, yaxşı adam olmasın dünyada. Deyir, onunla düşmənçilik eləyən kafir, ona hilə quran münafiq və ona paxıllıq eləyən mömin. Bu 3 dənə bəla mömin üçün var. Hədisdir bu. O ilə düşmənçilik eləyən kafir, ona hilə quran münafiq və ona paxıllıq eləyən, həsəd çəkən möminlər. Bunlar var. Möminlər biri-biri ilə imtihan olunur. Mən deyərdim, insanın həyatda ən ağır imtihanı özününkilərlə imtihan olunmaq. Ən çətin imtihandır. Düşmənlə imtihan olunmaq bunun müqabilində asandır. Düşmən insanın canını ala bilər, insan şəhadətə çatar. Amma bu qəlbə xəncər vurur. Qəlbə xəncər vurur və ona tab gətirmək çətin olur. Ağır olur. Ən böyük məzlumiyyəti müminin ona qarşı iman əhlinin elədiyi pisliklərdir. Ən böyük məzlumiyyəti budur. Həzrət Əlinin dərdlərindən danışırıq. Həzrət Əlinin dərdi heç vaxt Muaviyə kimləri olmayıb. Həzrət Əlinin dərdi Muaviyə olmayıb. Həzrət Əlinin dərdi nadan dostlar, xəbis dostlar olub. Ona dərdini quyuya deməyə vadar eləyən bu insanlar olub, bu cür adamlar olub. Düşmənlə döyüşməkdən daha çətin dostun vəfasızlığına dözməkdir. Bu bəlanın bir növüdür, xüsusi bir növüdür. Öz əsas çətinliyi nədədir? Üslubdadır. Müminin bir cür yaşam tərzi var, bəzi prinsipləri var, bəzi üslubları var ki, onlara riayət edərək dözmək çətindir. O elədiyini bu da eləsə ona nə var ki? Ürəyini soyudar. O hər nə istəsən eləyir, bu eləyə bilmir. İmkan vermir eləməyə özünə. İcazə vermir. Bu dözür. O bunun pisliyinə danışır, bu onu dua eləyir. O bunun pisliyinə danışır, bu onun yaxşılığına danışır. O bunu hədəfə alır, bu onun eybini gizlədir. Budur, mömin budur. Gəlib deyəndə ki, sənin üçün filan kəs belə bir söz danışdı, gedir gecə ibadətində onu dua eləyir. Budur, çətinləşdirən,
Amma nəticəsi çox möhtəşəm olur. Nə qədər insan böyüyür, get-gedə həzz alır, zövq alır həyatdan, ləzzət alır. Daxilimizdə bizim çox böyük xəzinələr var. Bəla ilə üzə çıxır ancaq. Bəla ilə. Bəla vaxtı şuluq eləməyək, şuluqluq eləməyək. Aram olaq ki, o xəzinələr üzə çıxsın. Yoxsa sənə qalan elə bəlanın zərbələri olur. Bu zərbə dəyibsə, heç olmasa bir şey çıxsın da üzə. Zərbə dəyir və xeyri də yoxdur. Bu çox pisdir. Sözümü bitirirəm. 5-7 dəqiqə inşallah sözümü tamamlayıram. Bəla vaxtı aram ol, vüqarlı ol. Kəlcəbəlir rasix. Möminin misalı möhkəm dayanan dağ kimidir. Görürsünüz, tufan gəlir dağ yerində dayanıb. Dağın vüqarı bundadır. Amma bunun mənası heç də deyil ki, hissiz olasan, emosiyasız olasan, quru olasan. Bunun içində yanmaq da var, sızlamaq da var, göynəmək də var. Həzrət Əliyə bir dəfə qorxaq dedilər. Dedilər ki, qorxur. Həzrət Əli Aleyhisselam deyə oturdu, hönkür-hönkür ağladı. Ki, mənə deyirlər, ölümdən qorxur. Kimə? Allahın şirinə, Allahın aslanına. O adam ki, ölümü qarşılayanda qılınc dəyən kim dedi, fustu və Rəbbil Kəbə. Bu insanı ittiham elədilər qorxaqlıqda. Heç zaman düşmənin heç bir oxu onu o qədər daxildə yandırmazdı. Amma bu yanmaqla zövq almaq, ləzzət bundadır. İmam Hüseyin Aleyhisselam Kərbəlada necə göynəyirdi? Göynəyirdi, yanırdı. Oğlunun başının üstündə, Əli Əkbərin başının üstündə deyirdi, neçə dəfə çağırdı, ya vələdi, ya vələdi, oğlum mənə cavab ver. Deyir, cavab gəlmirdi, amma elə yanırdı, əlini tuturdu, saqqalı islanmışdı göz yaşından. Allahümmə şəhəd ələ haulâil qavm, qəd bərəzə iləyhim qulam, əşbəhun nas, xəlqən, xulqən və məntiqən bi Rasulillah. Şahid ol bu qövmə gör, kimi göndərirəm, Əli Əkbəri göndərirəm ki, Peyğəmbərə hamıdan çox bənzəyən oğlandı. O qədər yanır onun müsibətinə, o qədər yanır. Əli Əkbər baxır, deyir ki, ata, cəddin Peyğəmbərin əlindən cənnət şərbəti içdim. Bunu nə üçün deyir? Atasına təsəlli vermək üçün. Deyir, mənə cənnət şərbəti verdilər ki, aram eləsin İmam Hüseyni. Amma eyni zamanda şaddır. Deyərsiniz, axı bu ziddiyyətdir. Yox, ziddiyyət deyil. Kamil insan belə olur. Yanaraq şadlanır. İndi bəzi cərəyanlar var, deyir, oğlun ölüb ağlama. Atan dünyadan gözü ağlamaq olmaz. Mən görmüşəm, eşitmişəm, görməmişəm. Qohumları ilə dalaşır, gözünün yaşını silir ki, olmaz ağlamaq. Bu elə bir səbrin mənası kötü olmaqdır. Odun olmaqdır. Səbrin mənası odun olmaq deyil, insan olaraq səbr eləməkdir. Yana-yana zövq almaqdır. Kamil insanlar belədir. Gözdən yaş axır, qəlb parçalanır, amma Allahın eşqindən zövq alır. Peyğəmbərin balasını dəfn edirlər, körpə yaşında dünyasını dəyişib. Qəbrin yanında dayanıb ağlayır Peyğəmbər. Həmin bu radikallardan ki, o vaxtda vardı, bilsin nə qədər radikal səhabə vardı. Həmin o radikal səhabələrdən bir neçəsi deyir ki, siz də ağlayırsınız Peyğəmbərə. Etiraz kimi. Bir ağlayıram, amma qəlbim Allahın qəza və qədərinə razı haldadır. Amma atifə var, insanam, balam torpaq altına gedir. Bunun gözəlliyi bundadır ki, yana-yana zövq alasan, ləzzət alasan. Kamil insanlar belədir. Görür, Əli Əkbər uzanıb, deyir, və aləd dünya bə'dəkəl əfa, səndən sonra kül olsun dünyanın başına. Yəni, bir dünya ki, Əli Əkbəri bu hala saldı. Əli Əkbərin yeri çox ucalardadır, çox uca məqamlardadır. İnsanlığın başının tacı
kamil insan nümunəsi gəlib at ayağı altda tapdalanır, insan buna yanır. Bu yanğı var, eyni zamanda aramlıq var. Bunu İmam Hüseyin haqqında düşmən yazır. Mən demirəm ki, düşmən deyir, mən belə bir insan görməmişəm ki, bu qədər itki verdikcə üzü daha da açılırdı. Bunu düşmən yazır valla. Deyir, şadlığı artırdı, amma yana-yana. Kamil insanların gözəlliyi budur ki, atifə, yanğıyla dözüm, səbir, ləzzət bir-birinə qarışır. Bir göz ağlayanda bir göz gülür. Bunun azını çoxunu mən həyatda özüm təcrübədən keçirmişəm. Yəni deyəm ki, bu əl çatmaz bir şeydir. Bəli, o övliyalarda ki, onun lap dərinidir, o atifəni biz dərk eləyə bilmərik. Amma görürsən ki, qəm içində bir həzz var, mənəvi qəm içində bir ləzzət var. Gedir döyüşə, qızı gəlir, deyir ki, ruddəna ilə mədinəti cəddina, bizi qaytar babamızın Mədinəsinə. Ax, tək özün deyilsən, tutumu müxtəlif olan insanlar var, uşaqlar var, qadınlar var. Təsəvvür edin bir dənə özünüzü, bir dənə uşağın, öz övladının bir dəqiqə narahatlığına səbr eləyə bilmir insan ki, uşaq narahatdır. Görür ki, ata gedir, gəlir, 3 yaşda qızdır, yapışır ətəyindən, deyir ki, qaytar da bizi babamızın Mədinəsində, buradan xoşum gəlmir. Nə desin, nə başa salsın, necə eləsin? Bir dənə bunu deyə bilir ki, sənin bu ağlamağın mənim ürəyimi parçalayır. Balaca qıza deyir, nə qədər mən sağam, mənim qabağımda belə ağlama. Nə qədər dağlar çəkilir sinəsinə. Amma eyni zamanda vüqarlı gəlir, dayanır. Axırda da deyir, rizan bi qəzaik və təslim. Eşq musiqisidir bu. Eşq surudu oxuyur. Rizan bi qəzaik və təslimən li əmrik, la məbudə sivak. Bax, o yanğıdan sonra bu aramlıq, o yanğı ilə yanaşı bu aramlıq kamil insanı səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Yoxsa daş kimi olasan, qəddar olasan, oğlun ölə veci olmaya, bu səbrin mənası bu deyil. Səbrin mənası tamam başqa bir şeydir. Və sözümün axırında bunu deyim ki, Kərbəlaya gedin deyirlər, tez-tez. Neçə səbəb var, illərlə sadala, Kərbəla ilə təmasda olun. Səbəblərindən biri də Kərbəla insanın bəla ilə rəftarını düzəldir. Siz təsəvvür edin, İmam Hüseyin əleyhissalamın nəzərində tutduğu xeyirlərdən biri də budur ki, mən elə bir bəlaya düşüm ki, elə bir bəla nümunəsi göstərim, bəla ilə davranmaq nümunəsi ki, bütün bəla çəkənlər bundan bəlalara da dözə bilsinlər. Bu da bir xidmətdir İmam Hüseyin əleyhissalam. Saysız, hesabsız bəşəriyyətə elədiyi xidmətlərin içində biri də budur ki, bizim bəlaya münasibətimizi düzəltsin. İnsan gəlib Kərbəlaya çatanda öz bəlalarına gülməyə başlayır. Hər bir insan. İnsan gəlib Kərbəlaya çatanda öz bəlalarına xəzalət çəkməyə başlayır. Şəhid analarına həmişə deyiblər Zeynəbi yadvasa. Şəhid atalarına deyiblər İmam Hüseyni yadvasa. Bizim yas məclislərimizdə ənənə var. Xüsusən cavanlar dünyasını dəyişəndə İmam Hüseyin əzadarlıq eləyirlər. Niyə? Hamısı dindən gəlib və hamısı bu təcrübəyə. Çünki o bəlalar haqda danışanda insan qəlbinə təsəlli gəlir, aramlıq çökür. Və bu bəşəriyyətə, bizə İmam Hüseynin Kərbəlasının elə ancaq bu xidməti olsaydı ki, bəla ilə düzgün davranmağa bizə kömək eləsin, bu bəs idi elə. Çünki balaca mövzu deyil. O bəla yağışına girib, bəlanı ağuşuna alıb ki, bütün bəla çəkənlər hamısı rahatlansın. Və bunu insan tənzimləyə bilsə həyatında çox şey düzəldi. Ona görə deyilər, Kərbəlada olun, ziyarətə gedin, qətligaha gedin, İmam Hüseynin məzarına gedin, Əbəlfəz ağanın məzarına gedin, Beynül Hərəmeyndə dayanın, düşünün, baxın və ondan sonra öz sıxıntılarınıza baxın. Deyin ki, nədir bu müqayisədə? Onun çəkdiyinlə mənim çəkdiyim nədir? Və axırda bir nöqtə deyim ki, gələn dəfəyə qalmasın. Cəhənnəm də möminlər üçün yandırmaq üçün deyil. Demirəm, cəhənnəmdə heç kəs yanmayacaq, cəhənnəmdə yanan olacaq. Amma cəhənnəmin yandırmaq xüsusiyyətindən daha çox Allah biz üzünə inir. Allah ehtimali bir bəlanı qabardır ki, oranın əzabı var ki, ona diqqət kəsləsən, buranın bəlaları yüngülləşsin sənin üçün.
fikir verirsiniz, böyük insanların dərdi nədir? Deyir, ot şölələr arasında belə olacaq, elə olacaq. İmam Səccad onu qabardanda, o nəbəil əzimdir, o böyük xəbərdir, böyük əzabdır. Heç onu sənə verməyəcək, ondan danışır. Axı daha böyüyünü xatırladanda bir insan deyir ki, mən şükürlüyəm filan kəsin başına filan iş gəldi. Daha böyük bəla